Bir çox pasientlərin təzyiq düşməsi kimi şikayətləri vardır. Bunun səbəbləri nə ola bilər? Bugün bu haqqda danışmaq istəyirəm. Təzyiq düşməsi əsasən həm hormonal səbəblərdən dolayı, həm də ki, düzgün maye qəbul etməməsinə bağlı ola bilər. Bəzi hallarda dəmir defisitli anemiyalar zamanı da təzyiq düşmə halları özünü göstərir. Əgər təzyiq düşmədən pasient əziyyət çəkirsə, ilk öncə hər zaman həkimə qədər nə etmək lazımdır? Bunu danışmaq istəyirəm. Birinci, düzgün maye qəbuluna diqqət etmək lazımdır. Hər kiloqram çəkinizə 35 ml mayenin qəbul olunmasına diqqət edin. Lifli və proteinlə zəngin qidalarla qidalanmağa başlayın. Bütün bunları elədiyimiz sürəcə zamanla həm qanda vitamin, mineral mübadiləsinin yaxşılaşması və su-duz mübadiləsinin yaxşılaşması nəticəsində təzyiq adətən normallaşmağa başlayır. Bundan başqa təzyiq qaldıran qidalar arasında duzlu yeməklər, kofeinli içkilər və kaliumla zəngin qidalar, yəni meyvə qurularını misal göstərə bilərik. Bu qidaların da qəbulu adətən təzyiqi normallaşdırır. Lakin aşırı olunması da əks göstərişdir. Əlbəttə ki, təzyiq bu qidaların qəbuluna baxmayaraq normallaşmırsa, bu zaman artıq endokrinoloq qəbulunda olmanızda fayda vardır. Həm tiroid funksiyası, həm böyrək üstü vəzi funksiyaları araşdırılmalıdır. Aldosteron, kortizol səviyyələri baxılmalıdır. Minerallar mütləq tədqiq olunmalıdır və bütün bunları baxdıqdan sonra təzyiqin düşməsinin əsas səbəbi araşdırılaraq ona uyğun olaraq müalicə planlanması lazımdır. Əgər sizin də təzyiqin düşürsə, bu haqqda şərhlər bölümündə qeyd edə bilərsiniz və bu videonun daha çox insana çatması üçün və yararlana bilməsi üçün paylaşmağı və bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.